Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve la'netullah ala a'daihi ecmaîn. Allahumme accil velikel ferec. Məhdəviyyət bəhsinin ki davamı olaraq sən bu mövzuya toxunaq ki, İmam Zaman Əcəlallah Fərəcəhin özünə məxsus xüsusiyyətləri var. O xüsusiyyətlərə əsas mühüm nöqtələrinə toxunaq, elə hədislər əsasında və qısa bir sonda incələmə edərik. Həzrətin xüsusiyyətləri dedikdə, məsələn, biri budur ki, peyğəmbərlərə aid müəyyən xüsusiyyətlər o həzrətdə cəm olubdur. Məsələn, biri Şeyx Sadıq Rəhmətullahi Kamaluddin Tamamül Ni'mədə rivayət nəql edir ki, Əbu Bəsirdən, o da İmam Baqir əleyhissalamdan nəql edir ki, Səmi'tu Əbu Cəfərin aleyhissalam yəqul fi sahibi hazal amel ərba'u sünəni min ərba'atin ənbiya aleyhissalam. Sünnetun min Musa, sünnetun min İsa, sünnetun min Yusuf, sünnetun min Muhammed sallallahu aleyhi ve aleyhissalam ecmaîn. Həzrət İmam Baqir əleyhissalam buyurur ki, deyir, bu işin sahibində, yəni İmam Zaman Əcəlallah Fərəcəhdə 4 peyğəmbərə aid xüsusiyyət var. Ki, peyğəmbərlərdən, yəni 4'ün sünnəsi var, yəni. Nədir o? Deyir, onlardan biri Musa əleyhissalamdadır, biri İsa'dan, biri Yusuf'dan, biri Muhammed sallallahu aleyhi ve aleyhissalam. Musa əleyhissalamda olan ki, nədir? Onun kimi həyatı təhlükədədir. Ona görə də ehtiyat üzərindədir. Deyir, Yusuf əleyhissalamdakı kimi zindanda olacaq ki, yəni qeybə çəkiləcək məsələsi odur. Ki, zindanda olacaq. İsa əleyhissalam kimi də ölümü barəsində iddialar var. Yəni İsa əleyhissalamı necə dedilər ki, öldürdülər. İndi də etiqad edənlər var da, böyük bir kütlə. Ki, İmam Zaman Əcəlallah Fərəcəhin haqqında bunu deyənlər olacaq ki, o öldürüb, amma ölüb, amma əslində yaşayır. Həqiqətən də biz bunu görmüşük. Ki, kitablarda bəzi məzhəb, yəni bəzi əqidə sahibləri, inanc sahibləri, yəni bu düşüncədədirlər ki, İmam dünyaya gəlib, amma sonradan ölübdür, dünyasını dəyişibdir 3-5 yaşında. Sağ qalmayıb. Ki, Peyğəmbər Salavatullah'da isə olan, budur ki, sünnəsindən olan xüsusiyyət. Deyir, Həzrət kimi qılınca sahibdir, yəni silahlı bir qiyam edəcək mənasında. Başqa bir hədisdə də var ki, yenə də Muhammed bin Muslim İmam Baqir əleyhissalamdan nəql edir ki, deyir, nəql edir ki, deyir, Dəxaltu alə Əbi Cəfərin Muhammed bin Ali Əl-Baqir aleyhissalam və ana uridu ən əs'ələhu ənil qaim min ali Muhammed sallallahu aleyhi və aleyhi və səlləm. Aleyhim ecmaîn. Fəqalə li mübtədi'an. Deyir, mən ağanın yanına gəldim, İmam Baqir əleyhissalamın və Əhl-i Beytin qaimi Əcəlallahu Fərəcə haqqında sual etmək istəyirdim ki, ağa məndən qabaq başladı ki, ey Muhammed ibn Müslim, Muhammed Əhl-i Beytinin qaiminin 5 peyğəmbərə, diqqət etsə, birinci bizi 4. Burada Həzrət isə birini də əlavə edib, 5 peyğəmbərə ki, Yunus ibn Məttaya, Yusuf ibn Yəquba, Musaya, İsa'ya və Muhammed sallallahu aleyhi və aleyhi bənzərliyi var. Ki, Allahın salamı olsun onlara. Yunus ibn Məttaya oxşarlığı onun kimi qeybdən qayıtmağıdır. Həzrəti Yunus əleyhissalam kimi. Və yaşının çox olmasına baxmayaraq onun dili cavandır. Yusuf əleyhissalam oxşarlığı deyir, budur ki, qeybə çəkiləcək. Yəni, qardaşların gözündən necə ki, gizli qalmışdı, onunla atası və davamçılar arasında az zaman fasilə olmalarına baxmayaraq naməlum olmasıdır. Yəni, İmam Zaman Əcəlallah Fərəcəhdə bu cür olacaq, qeybə çəkiləcək. Musa əleyhissalam oxşarlığı həyatı üçün daim təhlükədir, qeybdə olduğu müddətində uzun və təvəllüdün gizli olması, Allahın onun zühuruna izin verməsi, düşmənləri qarşısında ona yardım etməsi və davamçılarının, şiyələrinin ondan sonra qarşılaşacaqları əzab-əziyyətlərdir. Yəni mənası budur, Musa əleyhissalamın bənzərliyi.
Daha sonra Həzrət buyurur ki, İsa əleyhissalama oxşarlığı nədir? Həzrətin ki, İsa əleyhissalama oxşarlıqdır budur ki, insanların onun haqqında fikir ayrılığına düşməyidir. Yəni, bir dəstə olacaq ki, deyəcək ki, o hələ anadan olmayıb, bir dəstə də olacaq ki, deyəcəklər ki, ölübdür. Və bir dəstə də olacaq, deyəcəklər ki, öldürülübdür, qətlə yetirilibdir. Hətta nə idi? Qətlə yetirilib və qalət taifətun, yəni bir dəstə də deyəcək ki, qutilə və sulibə, edam olunubdur. Və amma deyir, və əmmə şəbəhuhu min cəddihi Mustafa sallallahu aleyhi və aleyhi fə xurucuhu bis seyf. Deyir, amma babası Muhammed sallallahu aleyhi və aleyhə bənzərliyi isə odur ki, onun kimi silahla qiyam edəcək. Allahın, Rəsulunun düşmənlərini, üsyankarları, zalimləri öldürəcək. Ona silah və düşmənlərinin qəlbində qorxu və vəhşət yaratmaqla, qorxu, bu dəhşəti yaratmaqla yardım olunacaq və onun qarşısında heç bir bayraq məğlub qayıtmayacaq. Yəni, məqsəd də budur ki, yəni, وَأَنَّهُ لَا تُرَدُّ لَهُ رَعْيَةٌ. Yəni, imam göndərdiyi bütün döyüş bayraqları qələbə ilə qayıdacaq, mənası budur. Yəni, İmam Zaman Əccəlallah fərəcə kimi döyüşə göndərsə döyüş bayrağı ilə, o şəxs ancaq qələbə ilə imamın yanına qayıdacaq. Və başqa bir hədisdə yenə Şeyx Saduq Rəhmətullah Kəmaləddin və Tamamül Nimədə Səid ibn Cübeyrdən nəql edir ki, o da İmam Səccad əleyhissalamdan bu rivayəti nəql edir ki, İmam buyurur ki, bizim qaimdə Cəlallah fərəcətdə peyğəmbərlərə aid nişanələr var, əlamətlər var. Onlardan da biri atamız Adəmdən, biri Nuhdan, biri İbrahimdən, biri Musadan, biri İsa'dan, biri də Əyyubdan və biri də Muhammed sallallahu aleyhi və aleyhdən. Diqqət edəsiniz, burada həm bir neçə başqa peyğəmbərdən çəkildi və say daha çox oldu. Həzrət deyir ki, Adəm və Nuhdan olan nişanə ömrünün onlar kimi uzun olmağıdır. Uzun ömürlü olmağı onlara bənzəyir. İbrahim əleyhissalamın olan nişanə doğumunun onun kimi gizli olmağıdır və insanlardan uzaqlaşmağıdır. Musa əleyhissalamın olan nişanə həyatının onun kimi təhlükədə olması və gözlərdən uzaq olması. İsa əleyhissalamın olan nişanə insanların onun barəsində fikir ayrılığına düşməyidir. Əyyub əleyhissalamın olan nişanə isə bəla və müsibətdən sonra rahatlığa çıxmasıdır. Muhammed sallallahu aleyhi və aleyhdə olan nişanə isə onun kimi silahlı qiyam etməsidir. Həmçinin Kafidə birinci cildində Sudeyd Surfi İmam Sadiq əleyhissalamdan da bir rivayət nəql edir ki, orada deyir, eşitdim ki, İmam Sadiq əleyhissalamdan belə deyir, İnnə fi sahibi həzəl əmir şəbəhə min Yusufə aleyhissalam. Bir İmam buyurdu ki, bu işin sahibinin Yusuf əleyhissalama oxşarlığı var, bənzərliyi var. Deyir, mən dedim ki, sağ olmağını və qeybə çəkilməyini deyirsiniz. Həzrət dedi ki, nə üçün deməyim? Bu ümmətin içində donuz xislətli insanlar var. Və Yusufin qardaşları, peyğəmbər övladları və nəvələri idilər. Amma Yusufu bazar malı kimi satışa çıxardıb satdılar. Halbuki bir-birləri ilə doğma qardaş idilər, amma onu tanımadılar. Və Yusuf əleyhissalam məcbur dedi ki, mən Yusufəm və bu mənim qardaşımdır. Bəs necə olur ki, deyir, bu ümmət bəzi lənətə gəlmişlər, Allahın öz höccəti ilə Yusuflə davrandığı kimi rəftar edəcəyini inkar edirlər. Yusuf Misrin hakimi idi və onunla atası arasında cəmi 18 günlük yol fasiləsi var idi. Əgər atasını xəbərdar etmək istəsəydi, edə bilərdi. Yaqub əleyhissalam övladları Yusufun sağ olmağını eşidib, olduqları yerdən hətta deyir, 9 gün ərzində çata bilərdilər. Ki, yerə görə müjdəni versəydi ona, tis'ətə ayyamin min bədvihim ilə Misrə. Amma deyir, bu 9 gün hətta gələrdilər. Məsələ budur ki, bu ümmət Allahın öz höccəti ilə bu cür rəftar edəcəyini necə inkar edir? Ki, halbuki imam bazarlarda insanlar arasında rahat gəzir və Allah ona da özünü tanıtdırmaq icazəsi verir, necə ki, Yusuf icazə verir. Və onlar da dedilər ki, nə? Deyir, qardaşları, yəni dedilər ki, qalu əinnəkə lə əntə Yusuf, qalə ənə Yusuf.
Deyir, sən həqiqətən də Yusifsənmi? Dedi ki, bəli, mən Yusifəm. Yəni, bu çox incə bir məsələdir ki, yəni bu rivayətlərə biz diqqət edədikdə, yəni mahiyyət budur ki, deməli nədir? Həzrət İmam Zaman Əzəlullah Fərəzətdə biz peyğəmbərlərin, yəni nübuvvət əhli olan peyğəmbərlərin sünnəsindən nişanələr, əlamətlər var. Görün ki, məsələn, hər peyğəmbərdə bir olur. Amma imamda görün neçə xüsusiyyət cəm olubdur. Bu da həmçinin dəlillərdən biridir ki, nədir? İmam daha üstün, fəzilətli. Həmçinin başqa bir hədisdə Sudeyl İmam Sadiq əleyhissalamdan da nəql edir. Şeyx Sadiq rəhmətullahi əleyh onu nəql edir ki, bu işin sahibinin Yusuf əleyhissalama bənzər olması. Ki, eyni belə deyək də mətndir ki, demək olar, bayaq zikr elədiyim hədis kimi mərhum Şeyx Kuleynin Kafidə nəql edir mətni oxşuyur. Yəni, eyni cür mətndə rivayəti Sudeyl İmam Sadiq əleyhissalamdan nəql edir. Daha sonra Şeyx Tusin Əl-Qeybə kitabında da ki, rivayət var ki, o da Sudeyl Əs-Seyrəfi nəql edir ki, ta geniş bir rivayət dözdər, mətni də böyükdür. Mərhum Şeyx bunu deməli Əl-Qeybədə nəql edib. Deyir, mən idim, Müfəzzəl ibn Ömər idi, Davud ibn Kəsir idi, Əbu Bəsir idi, Aban ibn Təqlib idi ki, bir yerdə gəldik hara? İmam Sadiq əleyhissalamın məzhərinə. Fara'aynahu calisən ələt turab və aleyhi mishun xeybəriyun mitrafun bila habib bila ceyb muqassara el-kummin ve huve yebke buka'ul valihetin es-selkla zatel kebidil harra qad nalel huznu min cennetihi ve şa'at tagayyuru fi arzeyhi ve abled dem'u mihcereyhi ve huve yaqul seyyidi qaybətukə nəfə ruqadi deyir, biz bu neçə şəxs ki gəldik imamın məzhərinə çatdıq. O deyir, torpağın üzərində oturmuşdu. Əynində yaxasız qısaqol xeybər libası var idi. Deyir, o imam balası ölən, ürəyi dağlanmış ana kimi nanəli bir səslə ağlayırdı. Çox kədərli, qəmli idi. Üzünün rəngi dəyişmişdi, gözləri yaşla dolmuşdu. Deyir, belə deyirdi ki, ey mənim seyyidim, sənin qeybdə olmağın gözümün yuxusunu qaçırıb, yatağımı məni dar edib, qəlbimin rahatlığını əlimdən alıb, ey mənim ağam, sənin qeybdə olmağın məni kədərə qərq edib, bir-birinin ardınca itkilərimin sayı hesabı yoxdur artıq. Artıq gözlərimdən yanaqlarıma süzülən göz yaşlarımı keçmiş bəla və müsibətlərlə dolub daşan sinəmin nalələrini belə hiss eləmirəm. Gözlərimin önündə Həzrət o duasında deyir, bu səhabələr deyən eşidir. Deyir, önündə canlanan bütün çətinliklərdən daha böyük, daha ürək dağlayan, daha çətin və daha yad olan yalnız sənin qəzəbinlə qarışmış çətinliklər və sənin qəzəbinlə yoğrulmuş müsibətlər. Deyir, imamı belə gördüyümüz üçün ona olan vurğunluğumuzun şiddətindən ağlımız deyir getdi və dəhşətli və kədərli bir mənzərə deyir, qəlbimizi parçaladı. Deyir, bunun o imama üz verən böyük və çox pis bir müsibətin nişanəsi olduğunu düşünürdü. Deyir ki, ey yaranmışların ən üstünün övladı, gözləriniz heç vaxt ağlamasın, göz yaşlarınızın axmağına səbəb olan nədir belə? O hansı müsibətdir ki, sizi bu kədərə salıbdır? Deyir, İmam Sadiq əleyhissalam bir ah çəkdi, qayıdır ki, vay olsun sizə deyir, bu gün səhər Cəfr kitabına baxırdım. Ki, o Cəfr kitabı da Məsud əleyhissalamın yazdığı kitablardan biridir. Məsumların özündədir. Xüsusi bir qeybi xəbərlərlə yazdığı kitabdır. Həzrət də elə burada deyir, əcəl, bəla, böyük müsibətlər ki, olub keçmişlər, qiyamətə qədər baş verəcək hadisələrdən bəhs edən bir kitabdır. Allah Teala onu yalnız Muhammed sallallahu aleyhi və aleyhi və ondan sonraki onlara məxsus edibdir. Orada bizim qaimimizin əcəl və fərəcəhin təvəllüdü, qeybə çəkilməsi, zuhurun gedişməsi, ömrün uzun olmağı,
vaxt ərzində möminlərin imtahanı, yəni həmin qeyb dövründəki imtahan, qayıdışının gecikməsi, yəni zühurun gecikməsi səbəbindən onların qəlbində yaranan şübhə, onların çoxunun mürtəd olmağı və İslamın onların boynundan götürülməsi. Necə ki, Allah Teala İsra surəsi 13 İmam misal çəkir ki, hər bir insanın əməlini onun boynundan asmış. Ki, bu necə ki, Allah Teala bax bu cür buyurur, bu ayədə də qəsd olunan Əhl-i Beytin vilayətidir. Əməllər, yəni Əhl-i Beytin vilayətini insanlara boynuna asmışıq, vacib etmişik. Deyir, bu barədə fikrə getdim və bu məni bir kədərə bulaşdırdı, bürüdü. Deyir, imama dedik ki, bəs ya ibn Rasulullah, bu barədə bizə bildiklərini öyrət. Deyir, o buyurdu ki, Allah Teala bizim qaimimizə öz peyğəmbərlərinə verdiyi xüsusiyyəti verib. Deyir, təvəllüdü, doğumu Musa əleyhissalam kimi olacaq, yəni gizli, qeybə çəkilməsi İsa əleyhissalam kimi olacaq, zuhurunun gecikməsi, Nuh əleyhissalamın gecikməsi kimi olacaq və ondan sonraki salih qulu, yəni Xızır əleyhissalamın ömrünü onun ömrünün nişanı olaraq qərar verib. Yəni bənzədir. Deyir, imama biz belə dedik ki, ya ibn Rasulullah, mümkünsə bunun mənalarını da izah edin. Deməli, sualın müqabilində imam buyurur ki, aleyhissalam, Musa əleyhissalamın təvəllüdünə gəldikdə deyir, Firon öz hakimiyyətinin Musanın əli ilə dağılacağını bildikdə göstəriş verir ki, kahinləri gətirsinlər yanına. Kahinlər də gəlir, Firona Musa əleyhissalamın nəsli haqqında məlumat verirlər, bildirirlər ki, İsrail övladlarındandır. Firon da bəyin İsrailin hamilə qadınlarının qarnını yarmağa əmr edir ki, hamilələr öldürülsün, körpələri bətnində. Və imam buyurur ki, 20.000 hətta üstü uşaq öldürürlər. Ancaq Musa əleyhissalamı öldürə bilmir. 20.000 Yusuf nə deməkdir? Çünki təbii ki, böyük bir saydır. Deyir, amma Musa əleyhissalamı öldürmür. Çünki Allah Teala'nın himayəsi altındaydı. Və Bəni Ümeyyə, Bəni Abbas deyir, eyni cür oldu. Hakimiyyətlərinin və zülümkar əmirlərinin padişahlığının, yəni qaimimizin əli ilə sona çatacağını eşidəndə bizimlə düşmənçiliyə başladılar. Və onu öldürmək üçün Peyğəmbər sallallahu düşmənçilik elədilər. Və Peyğəmbər sallallahu xanədanını, yəni onun ilçini gətiranları məhv etmək istədilər, onun nəslərini aparmaq üçün qılınc çəkdilər. Amma Allah Teala öz əmrini neynədir? Zalimlardan ki, heç birinə əta eləmədi və aşkar eləmədi və müşriklərə xoş gəlməsi də Allah eləyəcək, öz nurunu tamamlayacaq. Deyir, İsa əleyhissalamın qeybə çəkilməsi məsələsi isə beləcə Yahudi və Nəsranilər, yəni xristiyanlar iddia edirlər ki, Həzrət İsa əleyhissalam öldürüldü. Yəni çarmıxa çəkildi, öldürüldü. Allah Teala da onlara dedi ki, Quranda Nisa surəsində ayə var, 157-ci ayədə Allah Teala dedi ki, onlar İsa'nı nə öldürdülər də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Deyir, İmam Zaman Əcəllah Fərcəhin də qeybə çəkilməsi bu cürdür. Ümmət də qeyb dövrünün uzanmasına görə imamı inkar edəcək, yaxud da nə gəldi danışacaqlar. Bəzilər deyəcək ki, aradan olmayıb, bəzilər deyəcək ölübdür, başqa birisi ki, imamın ehtiramını sındıraq deyəcək ki, İmam Həsən Əskəri əleyhissalam sonsuz olub. İmam Sadiq əleyhissalam deyir, bunu görür neçə illər qabaq, əsr qabaq. Və Həzrət buyurur ki, bəziləri də Allahın itaətindən çıxıb İmam Zaman Əcəllah Fərcəhin ruhunun başqa bir bədən vasitəsi daşıdığını deyər. Nuh əleyhissalamın deyir, gecikməsi isə budur ki, o Allahdan öz qövmü üçün bəla istəyəndə Allah Teala Ruhul Əmini, yəni Cəbrail əleyhissalamı 7 xurma dənəsi ilə onun yanına göndərdi ki, ey Peyğəmbər, yəni Nuh əleyhissalama Cəbrail əleyhissalam xitab edir ki, Allah sənə belə deyir ki, bunlar mənim yaratdıqları və bəndələrimdir. Dəvəti və hüccətimi tamamlamadan onlara heç bir bəla göndərmərəm. Bir daha öz qövmünü dəvət etməyə səy göstər, mən sənə isə mükafat, yəni savab əta edərəm. Və bu toxumları ək və sənin fərəcin o zamandır ki, onlar bitib böyüyəcək və meyvə verəcək. Bu müjdəni özünə və möminlərə ver. Elə ki, uzun müddətdən sonra ağacları gövdə bağladı, kök atdı, boy atdı, budaqlandı, meyvə verdi. Nuh əleyhissalam Allahdan öz vədəsini həyata keçirməyini istədi. Lakin Allah göstəriş verdi ki, bu ağacların toxumunu əksin, yenidən səbir edib səy göstərsin və neyləsin, hüccəti öz qövmünə tamamlasın. Həzrət Nuh əleyhissalam da təbii ki, Peyğəmbərdir, itaət elədi,
tamamilə gözəl bir şəkildə ki, həmçinin də haqqı çatdırdı. Lakin deyir, onlardan 300 nəfəri dindən çıxdı. Və onlar qayıtdı dedi ki, əgər Nuhun dedikləri doğru olsaydı, Allah'ın verdiyi sözlərdə bir ixtilaf baş verməzdi. Yəni, baş dəyişikliyi, müxtəliflik olmazdı. Deyir, bundan sonra Allah Təbarək və Teala hər dəfə göstəriş verirdi ki, o toxumları əksin. Deyir, Nuh əleyhissalam onları 7 dəfə əkdi. Hər dəfəsində də ona iman gətirənlərin bir qismi dindən çıxdı. Axırda deyir, ətrafında 80 nəfər insan qaldı və o zaman Allah Teala belə vəhy elədi ki, ey Nuh, indi qaranlıq gecənin ardından işıqlı bir sabah açıldı, həqiqət aydınlaşdı, xalis və saf olmayan ondan ayrıldı. Fitnəkarlar dindən çıxdı. Əgər mən kafirləri aradan aparıb dindən çıxmış bu tayfaları diri saxlasaydım, ixlasla tövhid və sənin peyğəmbərliyinə iman gətirmiş möminlərə qarşı vəfasızlıq ki, etmiş olardım. Çünki mən deyir, mən söz vermişdim ki, onların yer üzünü canişin edim, dinlərini möhkəmlədim və qorxularını əminamanlığa çevirim ki, şübhə onların ürəklərindən geçsin və mənə etdikləri ibadətdə ixlaslaşsın. Bu xilafət necə baş verər, dinləri necə möhkəmlənə və qorxular necə əminamanlığa çevrilə bilərdi ki, dindən çıxanların imanının zəifliyini, ikiyüzlülüyünün, münafiqliyinin nəticələrindən biri olan pis nəsillilərin və onların yollarını azacaqlarını deyə bilirdim. Və möminləri yer üzünün xəlifəsi edib səltənət taxtına çıxardığım və onların düşmənlərini aradan apardığım zaman onlar bu səltənətin, yəni əksini duysaydılar, qəlblərindəki nifaqları daha da artacaqdı və qardaşlarına qarşı düşmənliklərini aşkar şəkildə edəcəkdi. Hakimiyyət uğrunda onlarla vuruşacaqdı və fitnə baş qaldırdığı və onların arasında müharibə getdiyi bir zamanda dini möhkəmlətmək və möminlərin məqamını yüksəltmək necə mümkün ola bilərdi? Deyir, təbii ki, mümkün olmazdı. Və İmam Zorurda Hud surəsi 37-ci ayını misal çəkir ki, indi nəzarətimiz altında və vəhyimiz üzrə gəmini düzəlt. İmam Sadiq əsər bu ki, İmam Zaman Allah'a da bu cür olacaq, əcəl ola fərəc. Yəni, onun qeyb dövrünü ona görə o qədər uzanır ki, mütləq həqiqət və ixlas iman xalis olmayan şəxslər ayrılsın və şiyələrdən pis düşüncəli olanlar ki, özünə onlara nisbət verirlər, dindən çıxsınlar. Ola bilsin ki, İmam Zaman Ağanın gəlişi ilə xilafət, dində möhkəmlik və əminamanlığını hiss etsələr, nifaq salarlar, fitnə salarlar. Deyir, Salih qula, yəni Xızır əleyhissalama gəldikdə isə oxşarlıq məsələsinə, sünnə götürmə məsələsinə Allah Teala onun ömrünü uzadır. Amma ona görə yox ki, ona peyğəmbərlik verir və yaxud da ona kitab nazil edib. Əksinə, qabaqdakı şəriətləri nəsx etmək üçün ona imamət verilir. Yəni deyir, insanların ümumiyyətlə ona tabi olmaq, itaəti üçün ona imamət verib ki, yəni çünki Xızır əleyhissalam peyğəmbər və imam olmayıb da. Ona görə də Allah Teala qaimin əcəl və fərəcəhin ömrünün qeybdə olduğu zaman uzun olacağını və bəndələrinin qeyb dövrünün uzun olmağına görə onu inkar edəcəklərini bildiriblər və Salih qulunun, yəni Xızır əleyhissalam ömrünü uzadır ki, düşmənlərin dəlillərini puç etsin, batil eləsin. Ki, ondan sonra insanlar arasında, yəni belə deyək də, Allahın dəlilinə zid əks dəlil olmasın. Mahiyyət də budur ki, dövrün imamı Cəlala Fərəcəhin bəzi peyğəmbərlərə bənzədilməsi və imamın onların bəzi xüsusiyyətlərə malik olması digər mənbələrdə də var, rivayətlərdə də var ki, məsələn, baxa bilərsiniz Dəlal-ül İmamiyyə ki, həmçinin Təfsir Əyyəşiyyə, Əl-İxtisas kitabına, Şeyx Xəzəz Qumminin Kifayətül Asər kitabına, Sirat-ül Müstəqim kitabı 2-ci cildinə ki, və başqa kitablara da diqqət edib əldə edə bilərsiniz bu haqda məlumat. Ki, imamın peyğəmbərlərə bənzərliyi haqqında hansı hədislərimiz mövcuddur ki, biz düşünürük, bura qədər kifayətdir bu məsələ mövzu və inşallah da bunun
uzatmayaq. Çünki həqiqətən də o peyğəmbərlərə oxşamaq məsələsində digər də rivayətlər nə qədərdir ki, biz bunları yəni cəm etsək, belə deyək ki, gərək bir böyük kitab halına salaq. Velhamdülillah Rabbil alemin.